demirləri şkafların yan divarlarında yerləşən hansı deşiklərə quraşdırılır? Rəf Bir saxlayıcıları. tərəfi kapalı. Ay, Tərəfi kapalı deşik. ay sağ olun, doğrudur. Künclüklər, qıfıldilciklər, həncamalar, mebel oduncaq üçün nə ilə bərkidilir? Şuruplarla. Doğrudur. İki metal lövhəcikdən ibarətdir. Hansı film? Maqnit saxlayır. Maqnit saxlayır. Yox, iki metal lövhəcikdən ibarətdir. 2 metal lövhəcikdən Düz deyirsiniz, deyin. Künclüklər idi. Yaxşı. İkinciliklər. Yaxşı. Deməli, onlarla şkafların, yazı masaların, kitab rəflərinin yan tərəfləri birləşdirilir. Yan tərəfləri nə ilə birləşdirilirdi? Şkaf. Yan tərəflər şkaflarla. Yan tərəf müəlliməm. Furniturlardan söhbət gedir. Şkafların, yazı masalarının, kitab rəflərinin yan tərəfləri. Maqnit saxlayıcıları. Yox müəllimə, kipləşdiricilər. Baxın, bunu hər dəfə siz səhv eləyirsiniz. Buna diqqətlə baxın. Kipləşdiricilər. Yan tərəf sözün gördünüzsə, kipləşdiricidir. Yaxşı. Ona Yaxşı. bir də baxarım. Bir də baxarsınız. Deməli, sonra iqtisadiyyatın 3 tərifi var idi. Hansılar idi? İqtisadiyyatın Bəli. ailənin səmərəli idarə olunması, Qayda qanunlarla, bəli, səmərəli idarə olunması. ondan sonra iqtisadiyyat bir yerdə Təsərrüfatın təşkili, quruluşu. təşkili, bir də ailədə İstehsalın, təsərrüfatın fəaliyyətini öyrənən elm. nə verir? Bunlara mən bir də baxarsınız. Bir də baxarım. Bunlara bir də baxarsınız. Yaxşı. Ailəyə soyuducu, paltar yuyan maşın, ütü, toz soran almaq üçün vəsait olaraq hansı vəsait lazımdır? Maliyyə vəsaiti. Maliyyə vəsaiti. Maliyyə Vəsaitlər neçə cür olurdu? vəsaitlər 2 cür olur da. 2 cür. Vəsaitlər. Bəli, vəsaitlər. Bayaq saydınız ha. Vəsaitlər 4 cür. 4 cür olurdu. Çaşdırmayın özünüzü. Yaxşı. Mənim maddi vəsait, maliyyə vəsaiti onu deyirsiz. 4 cür olur. Əmək, maliyyə, maddi, energetik. Doğrudur. Doğrudur. Bütçə ingilis dilindən tərcümədə nə deməkdir? Pul çantası deməkdir. Doğrudur. Gözlənilməyən xərclər hansılardır? Gözlənilməyən xərclər, yəni evə qonaq gələrsən, gedərsən, ondan sonra mədəniyyət sahəsinə ayrılmış xərclər, ondan sonra bir də gözlənilmədən xərclər, yəni gözlənilmədən Xəstəlik, qəza, dəvətlər. yəni bəlkə gözləmədiyin bir şey də gələn xərclər gözlənilməyən xərclərdir. Doğrudur. Hansı ağaclar təbiətin ağciyərləridir? Sağlam və yaşıl ağaclar, cavan ağaclar. Bəli, cavan və sağlam ağaclar. Doğrudur. Deməli, hansı mişar materialıdır ki, onu ağacın gövdəsini eninə mişarladıqda alınır? Şalbanı. Şalbandır. Bəs şalbanı uzundan yarıya mişarladıqda nə alınır? Tir. Uzundan yarıya. Uzundan yarıya. Bunu ben demiştim ha. Uzundan yarıya mişarladıqda lövhə alınır. Amma şalbanın mişarlanmış yan hissəsi şalban yanıdır. Tir. Tiri Şalban yanı. karıştırmayayım mən. Şalban yanı.
Yaxşı. Ağacın özəyinin bir hissəsindən alınan mişar materialı hansıdır? Ağacın özəyinin bir hissəsindən alınan tirdir da mənim. Ağacın özəyindən tir alınır. Amma ağacın özəyinin bir hissəsindən. Tircik. Tirci. Ay sağ olun. Yaxşı. Mişar materiallarının ensiz səthi nədir? Ensiz səthi kənar Doğrudur, doğrudur. Kənardır. Enli səthi nədir bəs? enli səthi şər materialının enli səthi təbəqə layıq. Təbəqədir, doğrudur. Doğrudur. Oluncaqdan möhkəmdir, çatlamır, yaxşı əyilir, asan emal olunur. Fanerdir, doğrudur. Fanerin, oduncaq yonqarlı plitələrin, oduncaq lifli plitələrin çatışmayan cəhəti nədir? Mənfi xüsusiyyəti. Bunların mənfi xüsusiyyəti rütubətdən qorxur. Rütubət olanda əyilir, çatlayır, Doğrudur. qorxurlaylar aralanır. Doğrudur. Doğrudur. Yaxşı. Verstak alman dilindən tərcümədə nə deməkdir? Verstak alman dilində tərcümədə kobud yonma deməkdir. Verstak? O Verstak ağlımcaya geçir, belə getdi mənim. Verstak alman dilində Nə deməkdir? stol deməkdir. Emalat, Çilingər stol. emalatxana deməkdir. Emalatxana deməkdir. Yaxşı. Altlıq taxtadan nə üçün istifadə olunur? Ülgünü çəkmək üçün. Doğrudur. Mişarlama qutusundan Mişarlama qutunun əyri xətli yerləri mişarlamaq üçün. müxtəlif bucaqlar altında olan Yerləri mişarlamaq üçün də müxtəlif bucaq altında olan. kəsmək üçün tərtibatdır, kəsmək. Oduncağı müxtəlif bucaqlar altında kəsmək üçün. Yaxşı. Dayaqdan nə üçün istifadə olunur? Dayaqdan odundan üzərinə qoyub mişarlamaq üçün. Doğrudur. Yaxşı. Oduncağın emalında ən vacib, məsuliyyətli əməliyyatlardan biri nədir? Nişanlanma. Ən vacib. Ən vacib oduncağın kəsilməsi. Mişarlanması. Amma Yanması. sadəcə Kəsilməsi. ən vacib deməsəm nişanlamadır. Amma ən vacib deyirəmsə bu mişarlamadır artıq. Bunlar. Texnologiya dərslərində olsun, məktəb emalatxanasında olsun, hansı mişardan istifadə olunur? Hansı mişardan xarab buçuqsundan. Doğrudur, doğrudur. Mişarlar neçə cür olur? Mişarlar 3 tür olur. Hansılardır? Xarab buçuqsu, yaylı mişarlar, bir də elektrikli, diskli mişarlar. Bəli, diskli elektrikli mişarlar. Yaxşı. Yeyə nədir? Yə məmulatın üstünü təmizlənməsi üçün işlədilər. Üzərində kərtikləri olan Necə? kərtik. Necə kərtikləri olan? Xırda. Müxtəlif. Xırda hansı idi bəs? Xırda törpü. Müəllimə, törpü? Törpü iri kərtiklərdir, üzr istəyirəm. Törpü iri kərtiklərdir. Yə isə üzərində xırda kərtiklər Suvant. Müəllimə, qarışdırdınız. Müxtəlif kərtikləri olan yeyə idi. Xırda kərtikləri olan isə suvand idi. Suvandı genə yapılmaz. Müxtəlif kərtikləri olan yədir, xırda kərtikləri olan suvandır. Yaxşı. Yeyənin hansı hissələri var? Yəni dəstək, üzük, taban, Bəli. ondan sonra
tircik, Bəli. uç hissə, Biri uç qaldı. hissə, biri neydi? Kərtik. Kərtik. Kər. Kərtiki dedim axı, demədim. Tircik. Dəstək, qabaq, kərtik, Tircik. tircik, Tircik uz hissə. Yaxşı. tircik bir dənə hissəsi var. Doğrudur. Yəni, Doğrudur müəlliməm. Yaxşı. Biz məmulatı nə üçün yonuruq? məmulatı nə üçün yonuruq? Bəli. Onun səthindəki kobudluğu aradan qaldırmaq üçün. Bunları aradan qaldırmaq Düz və hamar səth əldə etmək üçün həmçinin yonuruq. Yaxşı. yonuruq. Bütün yonucu alətlərin hissələri eyni idi. Hansı hissələr idi müəllim onlar? Kəsici eyni idi. Hissələri. Fərqli ikisi. Hissələri dəstək hissəsi də məncə. Sonra neçə hissə var idi? 4 dənə hissəsi var idi. Qəlib, Hissə vardı. Qəlib, pas, dəstək, kəsici hissə. bəli, bıçaq hissəsi doğrudur. Yaxşı. Hansı yonucu alətin kəsici tiyəsi göz şəkilli və qabarıq olur? Şirxə belə. Yaxşı. Amma Füqan da isə düz olur. Doğrudur. Fuqanla rəndənin fərqi nədir? Füqanla rəndənin fərqi onların həm yonulmasındadır, oduncağın necə emal olmasıdır, həm də ölçülərindədir, böyüklüyündə, kiçiliyindədir. Füqan rəndədən uzundur, çox uzundur. Doğrudur, doğrudur. Yaxşı. Bəs yonqar qıranı olan bıçağın hissələri hansıları idi?